Söhbət qeyd edirəm. Binəşlərin 1350-yə işləyin də. Səsiz gəlmir ha. Yox, Hə, indi gəldi. danışma. Elə özü hazırdır. Okeydim. Şəkillərimi yığım yanıma. Hı -hı. Üçünü birdən götürə bilirəm, yoxsa bir-bir götürüm? Olur. Olur, əlbəttə olur. Evet. Bir dənə background qoyduq. Hı -hı. Şimdi ilhamlanacağım. Mouse. Bəli, bəli. Ben ilhamlanmam için gece olması lazımdı. Birinci background-uza baxın. Görün bunlar backgroundlar hansı rəngdə eləyiblər, necə eləyiblər. Siz də ona uyğun bir background hazırlayın. Məsələn, biri qradiyentdə eləyib, biri sadə rəng eləyib, yuxarıdan belə fiqurlar çəkib yaşıl-yaşıl. Siz bunun alternativini fikirləşin. Siz məsələn bunun ikisini qarışdıra bilərsiniz. Həm qradiyent verib, həm yuxarıdan da ağ rəngdə fiqurlar verə bilərsiniz məsəl üçün. Və bunları özünüz fikirləşməlisiniz. Ama benim de işine gelmiş. Dedim Siz axı. deyəsiz mən Dedim axı, bilməzsiniz. qradiyent yox, ağızda bir şey gəlmir. Yox, fikirləşmirsiniz ki, ağızda bir şey gəlmir də. Baxırsınız ekrana. Yöntəm deyirəm sizə, yöntəmlə getmirsiniz. Qəşəng bir üsul dedim sizə. Birindən qradiyenti götürürsüz, birindən də fiqurları götürürsüz məsəl üçün. Yaşıl var orada fiqurlar. Qradiyentlə fiqurları birləşdirirsiniz məsəl üçün. Bu da olur sizin üçün yeni bir tərz. Qradiyenti heç düz verməlisiniz ki, background-u seçib sonra qradiyent verməlisiniz. Bu kimi ağlı qaralı olsun. Boz. Məzələrsiniz. Yox. Qaralı boz niyə verirsiniz ki? Yox, bunu kimi yani. Bunun arkası necə deyim? O renklerde. Siz ondan ilhamlarsınız, yoxsa o narıncıdan? Narıncı nəzər. Bunu mən bu ikisini nəzərdə tutmuşum. Orada nə var ki? İki dənə nəzərə alacağınız nədir ki? Birində real şəkildə, birində qradiyentdir.
Eynisini eləməli deyilsiniz, rəng qata bilərsiniz özünüzdən. Belə yaxşı. Bir bucağı dəyişin, bucağın dəyişməyi də yoxlayın. Buradan Bəli, bəli. Şimdi. Okey, qalsın belə. Biraz yukarısını açayım. Figurlar da ağ renk verərik üstünə. Bəli. Böyle sağ. Nə fiqur vermək istəyirsiniz ki? İstemiyorum, oxşadım. Okey. Bu da ona oxşayacaq. Buraya da verək. Hə? Biraz aşağıya. Hiç özünçü dar.
Sizcə ağ daha yaxşı deyil? Məncə yox. Yaxşıdır. Necə buna qərar verdiniz ki, göy elm orada? Ağ elə bir çox vızvayışı oldu orada. Üzvbaşı niyə olur ki? Belə də kaşamaşı görsənmir, rənglər çoxdur. Qradiyentə rəngli fiqur vermək. Yəni nəyə əsasən qeyd verirsiniz? Gəlib araşdırmırsınız, ChatGPT-ilə məsləhətləşmirsiniz, Pinterest-dən baxmırsınız, Adobe Color saytına gedib baxmalısınız rənglərin uyumluluğuna. Elə belə nə gəldi seçirsiniz orada. Sonra strokdur, stroklu deyil, fiquru stroklu eləmək istəyirsiniz. Heç ona baxmadım. Görürsüz, itələyirsiniz mausu o yana, itələyirsiniz bu yana. Baxıram səhərdən. Stroku bağlayın da. Bağlanmayacaq, seçməmisiniz. İndi hamısını bir-bir tutub seçib bağlayacaqsınız. Seçim bağlayım. Shiftlə Bir seçin. eləyirəm. Shiftlə üçünü də seçin. Ağ rənginizi verin. Bağlayın da rəngi. Daha biri hazırdır, birini neyinirsiniz də. İkisini də seçin. Başladım. Görürsüz, baxmırsınız. Görürsüz, bu ağ deyil. Ağ olması üçün FF olmalıdır. Görürsüz, rənglənir. Fərqləri, rənglidir, fərqlənir rəngləri. Ağappaq vermək üçün dibinə qədər aparmalısınız onu ağ olsun. Ne deyirsiniz? Hə, sizcə ağdır hamısı? İkisi ağdır. Bax o biri. Bu oxşamıram. Pipetkanı götürün, basın üstünə də. Basın o biri. O birinin üstünə ki, hardan götürmək istəyirsinizsə, onun üstünə basırsınız. Ha, şöyle götürdü də, götür. Ben götürmək istəyirəm. Ha, götürdü də. Basırsınız, götürür. Hə, TrimView ilə baxın görün, background xoşunuza gəlir. Qoyma bana necə. View, TrimView. Girə bilmirəm onlara. Deyirəm. View. Yox, ben girə bilmirəm. Yuxarıda yazılar qoymur girməyə. Ha. Ha, background xoşunuza gəlir. Bir Yox, mənası var. yox. Sərt. Fiqurlarla belə düzmüsüz. Görürsüz, baxdığınız nümunəyə heç əsər əlaməti yoxdur da. Elə belə götürüb atdınız ora. Amma o birisindən keçin, təzədən view, trim view eləyin, açılsın işlər. Hə, bax məsələn yaşıldır. Yaşıl rəngə baxın. Yaşıl rəngdə görürsüz, yumşaq şəkildə, elə bilin ki, background əhatə eləyəcək şəkildə belə partlamış bir şey kimi bir ab-hava yaradıblar. Yəni onu görməyə çalışmaq, hiss etməyə çalışmalısınız. Özünüz yığışdırın bu fiquru. Bir mənası yoxdur fiqurun. Boş tək background olsun. Hı, davam edin indi. Nəyə keçid edirsiniz?
Yox, fiqur verməyin. Lazım deyil ki, fiqur. Yarım saatda fiqur işlədirsiniz. Gör nə qədər vaxt itirdiniz siz artıq. Halbuki düzgün də ilhamlanmadınız. Siz baxmalısınız bu yaşılın necə yumşaq olmasına, background necə əhatə eləməsinə, hansı məqsədlə o background veriblər ora. Yəni, partlamış bir jelibon kimi bir iş verməyə çalışıblar orada. Yəni onu özünüzə ifadə eləməyə çalışmalısınız. Və sonra siz nə ifadə eləmək istəyirsinizsə orada məsəl üçün artıq onu fikirləşməlisiniz. Backgroundla vaxt itirdisə, backgroundun başını buraxmalısınız. Çünki yorursunuz özünüzü. Tək backgrounddan gedirsiniz. Hə, indi keçirik font dizaynına. İndi font dizaynına ilhamlanın. O birisində necə yazıblar, bu birisində necə yazıblar, siz nə edə bilərsiniz? Bunu ya bunu. Üçü də ola bilər. Fikirləşməlisiniz, siz nə edəcəksiniz? Yəni bu font dizaynını yazandan sonra onun üstünə vizual mı qoyacaqsınız, vizual qıraqdan mı olacaq? Hamısı oxumalısınız da, oxuyun da, özünüz üçün oxuya-oxuya gedin. Görün burada yazıda neyinib, yazının ətrafında neyiniblər, bu yazının ölçüsü nə boydadır, digər mausun arxasında nə var, nə ab-hava veriblər. Hekayə qurmağa çalışın da. Bunlara baxanda copy-paste eləməyim gəlir. Məqsəd copy-paste deyil, məqsəd onların ifadəsini anlamaq və sonra öz ifadəmizi çıxartmaqdır. Google'da araşdırma edək. Bu mouse posterləri. Google nəyə araşdırma edirsiniz? Mouse posterlərinə baxıb oradan Bu üç ibarət. dənəsi sizə bəs eləmədi. Bu yetmədi üç Eləmədi. dənəsi. Gedirsiniz Yoxdan bir onları araşdırmağa. Yəni bu üç dənəsi yetərlidir sizin font dizaynı düşünməyi üçün. Gedib 50 dənə baxsanız yenə çıxmayacaqsa ortalığa, artıq bu sayla önəmli deyil. Gedib nə tapacaqsınız, nə axtaracaqsınız ki, 3 dənə də başqa. Siz nəticə olaraq 3 dənəsini seçmisiniz. Gedib niyə fikrinizi yayındırırsınız başqa şeylərdən, vaxt da itirirsiniz. nə edəcəyimi bilmirəm. Hə? Nə edəcəyimi bilmirəm. Baxın da. You can trust us yazıblar. Necə yazıblar? Yazandan sonra ətrafına nə ediblər? Sonra o birisinə baxın. New series of Pixel-a baxın. New series of Pixel yazıblar. Sonra qıraqlarına əyləncəli, dinamik, ab-hava verici şəkildə sözlər yazıblar. Sonra burada G102-də, G102-ni böyük bir şəkildə yazıblar, üstünə mouse qoyublar. Hə, siz nə edə bilərsiniz? Bunun alternativini fikirləşə-fikirləşə gedirəm. Düşünməlisiniz. Məsəl üçün you can trust as siz də yazırsınız, amma siz məsəl üçün onlar kimi mərkəzlə yazmırsınız. Birini sola, birini sağa diaqonal şəkildə eləyə bilərsiniz məsəl üçün. Məsələn, indi özünüz fikirləşməlisiniz. Yəni yer dəyişmə eləməyə çalışın. Fill rəngindən işləyiblər. Siz fill yox, stroke-la verirsiniz məsəl üçün. Siz də məsələn mərkəzdən yazırsınız you can trust as, amma tutaq ki, U ilə S-i stroklu eləyirsiniz, can ilə trust-i fill rəngli qalır, məsəl üçün. Və yaxud da you can trust S yazırsınız, S-i məsələn trust-in üstünə çıxardırsınız, tutaq ki, məsəl üçün onu brushlı yazırsınız. Belə bir variant məsəl üçün. Yəni yer dəyişmələr eləməyə çalışın. Alternativlərini, əksinəsini düşünməyə çalışın. Nə formasına olduğunu bilmirəm. Mən başqa yazı yazım da. Sloqan üçün çox vaxt itirməyin, elə you can trust S-lə işləyin.
yüklənənlər qalmır burada. Sonra gedir, yüklənən Yox, həmişə fontlar. qalır. Həmişə İki, qalır. iki dəfə font yükləmişəm, sonra tapam. Yuxarıdadır ya, siz aşağılara düşmüsünüz. Siz lap yuxarı qalxın. O balaca şey qıraqdakı işarə yuxarı qalır. Buna, Yuxarıdadır. bu, Daha bilməmişsən nə hara yükləmiş. haran deyirsən? O da düzdür. Bu indi ən başa gəldiniz. Bu indi başdasınız. Ha, bu mənim yüklədiklərimdir. Hə. Zaten var. Bilirsiniz nə tipli fond axtarırsınız? Hə, biraz kəskin, elə özü kimi. Okay. Olur. Məzələnirsiniz mənə? Olmaz. Bir dənə baxın ilhamlandığınız fondlar nə tipdədir? Bax görün ilhamlandığınız tiplər heç əlaqəsi var bununla? Yəni ona yaxın bir font olmalıdır ya onun bənzər font olmalıdır heç olmasa da. İlhamlandı. Ne üçün ilhamlarsınız onda siz? Gələ bəgər nə gəldi font seçəcəksiniz. Texnologiya abalısı verir ki o. Ya heç olmasa o normaldir yuxarıdakı taxılmadı nədir? Ha, heç olmasa. Hı. Bu ağ eləyində bir baxa görə necə görsənir? Basıb saxlayın dibinə aparın da onu. Basıb saxlayın dibinə aparın. O dib aparma budur. Onun o tərəfi var axı görürəm mən burada ki o dibi var hələ orada. Olmaz. So, və bu oldu ağ. Ha, nə edəcəksiniz bundan? Biraz qalınlaşdırmaq istəyirəm. Okay, font yaxşıdır. Hə, indi dizayn edəcəksiniz. Dizayn. Ha, kəsə bilərik. Tras sözünü nə yazım, onu belə ortadan kəsir belə. Qəşəng bir şey. Tras, az. Qəşəng bir şeydir. Bunu necə böyüdürsünüz siz basılı saxlayın? Mən gəlirəm Nəyə belə? bura basıram, böyüdürəm, sonra yazıram. Ha, okeydir. Ha, hamımız elə eləyirik. Amma dərsdə birbaşa böyüdürsünüz. Əli Dərsdə shiftlə hamısını böyüdürəm də. yazacağım. Necə? Shiftlə böyüdürəm də. Ha, bunu ağır gələyək.
Kəsək. Bəlkə ilə kəsək. Birinci trust'ı Xmit Kəsəndən eləyim. sonra. Hə? Trust'ı Xmit eləyim birinci. Export görsənir. Çox. Nə axtarırsınız? Export. Object Xmit. Knife. Nə? Alt düymə basıb saxlasa sərt kəsəcək. Nasıl oldu? Olmadı. Davam edin. Olmuyor ki. Ha, çok Oldu. kararlısın. Olmuyor. Çünkü trust sözünü seçmemiştir. Trust sil dala qayıdın. Bak katıb qarışdırırsınız. Orada bak səhvimiz var. Onu düzəldin də. Ha, təzini eksport edin. Seçtim. Ha, Export. ha, Okey. ha. İndi knife seçin. Alt düyməni basıb saxlayın. Sərt kəsin. Alt düymə. Ha, şey. İndi selection seçin. Bir aşağı salın. Tələsirsiniz. Selection seçin. Seçtim. Selection. Birinci tur. Aa, bunu Birinci tur. seçtim. Ha, boşluğa basın indi. Ha. İndi ayırın. Ya, ungrup eləyin. Sağ düymə basan ungrup eləyin. Ha, indi Ya, boşluğa Avrupa basın. Boşluğa basın. Sonra təzədən. İndi hamısını bir-bir eləyəcəksiniz. Yaxşı, okey. Ha, okey. Bu okeydir. Tamam. İndi qrup eləyin onu təzədən. Ha, indi as sözünü yazacaqsınız da. Ay deneyeceğim. Yaxşı, as sözünü yazdı. Sonra nə edəcəksiniz? Nə eləməyi fikirləşmisiniz? Mouse pencini götürüp buradan bir yerden Hə. peşini koymak olar. Mouse şekli buradan. Oradan niyə qoyursunuz?
Məqsəd nədir? You can trust necə qalacaq? Nə boyda ölçüdə olacaq? Elə bu qədər. Burada da az, burada. Biz qalsın. Hə, Mouse ortadan da qoymaq olar. Buradan mouse'u da. qoydu ortadan şu. Başqa iş nə? Başqa poster olduğuna görə. Ünvanlarını qeyd edə bilərik. Veb saytlarını. Və ilhamlandığınız necə bir şeydir? Siz nə elədiniz nədir? Elə bilin ki, yazını ayrı bir aləm atırsınız. Mouse'u ayrıca bir aləm atırsınız. Amma ilhamlandıqlarınızda maraqlı bir kompozisiyalar var. Yəni kompozisiya düşünməyə çalışmalısınız. Yəni məsəl üçün as sözündə tutaq ki, U-nun üstünə qoyursunuz mouse'u. Məsəl üçün. Kölgəsiniz adı verirsiniz, drop shadow verirsiniz, arxasından kölgə çıxır. Yəni, belə bir şeylə fikirləşməyə çalışın. Yəni, siz nə fikirləşirsiniz? Nə atım şəkli qoyun, ora qurtarsın, getsin. Belə olmur axı. Tələsirsiniz. Bunu işləyin, göndərin mənə də. Görün nəticəsi nə olacaq. Tam şəkildə, tam poster şəklini göndərin və bunu şəkil kimi göndərin mənə. Telefonla çəkib göndərməyin. File, bilirsiniz, file, Tamam. export, save or web. Hə, burada save düyməsi var. Yuxarıda PNG 24 seçirsən, seçilib. Save düyməsi var aşağıda. Onu basırsınız, hara saxlanət eləmək istəyirsiniz, Burada. seçirsiniz. Hə, adını yazırsınız və şəkil kimi göndərirsiniz mənə. Gözləyirəm ha. Onu necə qaydım? Cancel. Cancel. Tamam. Bunu zəhmət olmasa göndərin mənə.